Salam, hər vaxtınız xeyir, mən Toğrul karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək ola bilərəm. Bu dəstəkdən faydalanmaq, yararlanmaq üçünsə mənə özeldən yaza bilərsiniz. Bu günləri 25 Mart 2025 tarixidir və bu günlər mən sizə mövcud olan iş elanlarına, yəni bugün üçün olan iş elanlarına, yəni bugün üçün elan olunan ən yeni iş elanlarına bağlı danışmaq istəyirəm. Əlbəttə ki, onların hamısını sizə sadalaya bilmərəm, çünki kifayət qədər çoxdur. Əgər onların hamısı ilə tanış olmaq istəyirsinizsə və yaxud da ümumiyyətlə özünüzə aid, sırf sizə aid, sizin istədiyiniz işlərlə tanış olmaq istəyirsinizsə, ümumiyyətlə tez iş elanlarından tanış olmaq deyil də, ümumiyyətlə iş axtarışınıza dəstək olmağımı istəyirsinizsə, özəldən yaza bilərsiniz mənə. Yoldaşlar, bu günləri dediyim kimi 25 Mart üçün olan elanlardan bir qismini sizin üçün sadalamaq istəyirəm. Qısa olaraq, məsələn, tibb bacısı işi var. Ambar operatoru işi var 800 manatlıq, mühasib işi var 1700 manatlıq, ambar operatoru 700 manatlıq olan da var, xadimə işi var 400 manatlıq, belboy işi var 400 manatlıq, operator işi var, koordinator işi var, xidmətin təşkili üzrə koordinator işi var 1000 manatlıq, sürücü köməkçisi işi var 500 manatlıq, qeydiyyatçı işi var, məsəl üçün Green City Resort and Residence-də, mühasib köməkçisi işi var OMT qrupda, sonra ofis administratoru işi var Fancy-də. Sonra satış məsləhətçi işi var Gənclik Mallda, Ağa Şirkətlər qrupunun tərkibindədir. Sonra ofisant işi var, resepsiyon işi var, satış məsləhətçi işi var, sürücü ekspeditor işi var, sürücünün özü var, ofis meneceri var. Sonra qəbul sənədləşməsi üzrə mütəxəssis işi var, məsəl üçün IB Akademi Xarici Təhsil şirkətində. Sonra o ofis assistent işi var Türk şirkətlərindən birində. Satış işi koordinator işi var IB Education Center'da. Və full stack developer işi var. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün ümumiyyətlə iş axtarışınızda dəstək olmaq istəyirsə mənə özəldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.